bizim o keçən verilişdən də çox maraqlı suallar doğubdu. Həm də mənim öz təcrübəmi bölüşmək istəyirəm də. Axır bir aya yaxındır. Artıq biz periodik olaraq da biz bu nəfəs texnikalarına qoşuluruq. Özü də səhər tezdən saat 6-da. Bəli. Qeyd edim ki, yəni onsuz da mən həmin vaxtlarda dururdum. Yəni mənim üçün rahatdır. Bir dənə bir xüsusiyyəti qeyd eləmək istəyirəm Məhbub xanım. Yuxu yatasan, yuxuda dərin yuxuya gedəsən. Bu hər dəqiqə olan bir şey deyil. Son bir ayda demək olar ki, hər gün dərin yuxuya gedirəm, hər gün. Hətta belə deyim də, o prosesdən sonra, meditasiyadan sonra müəyyən bir müddət də mən yatıram, bir 10-15 dəqiqə bir özümə gəlmək üçün. O da dəhşət bir effekt verir. Məhbub xanım, bu nədir? Bu nə sirdir də belə? Fuad bəy, mən keçən deməli çəkilişdə də sizə dediyim ki, həmin nəfəslər sırf DMT hormonunu aktivləşdirmək üçündür. Bu onu indi aktivləşdirir. Bu yalnız DMT hormonu aktivləşdirmək üçündür. DMT hormonu aktivləşdirməsi üçün olan nəfəsləri bütün insanlarla işləmək olmur. Ona görə ki, onlar öncədən nəfəs texnikaları işləməlidirlər. Tam hazır olandan sonra mən onlara DMT hormonuna aid olan nəfəslər keçirəm. Sırf siz də həmin nəfəs texnikaları işləmisiniz. Və həmin nəfəs texnikaları işlədikdə hipofiz vəz maye ifraz eləyir. DMT hormonu üçün və o maye bütün bədənə ifraz olunur və o anda siz həmin hissləri yaşayırsınız.